gündən sonra dəvət eləmək istəsən də eləyə bilməyəcəksən. Çünki artıq sən yaramırsan sən. Yaramırsan axı. Sənin bir normal sözün yoxdur ki, cəmaat buradan nəsə öyrəsin səndən. Cəmaat yazıqdır. Həqiqi mənada onlara din öyrətmək lazımdır, başa salmaq lazımdır. İstər ibadət eləməyəndə, ibadət eləyənlərin özləri. Görürəm axı, vallahi cəmaat içərisindəyim. Meçidlərdə, məclislərdə gedirik, gəlirik, çağırırlar. Neçə il ibadət edənlər var, namaz qıla bilmirlər. Layiqdir ki, mənim üzərimə onlara öyrədim və başa salım. Mən elə gəlib, təsəvvür elə, subhanallah, gör məhrumluğun hansı həddidir. Bir şeyx dediyi adamı çağırırlar. Şeyximizdir, maşallah, Allahümmə bərik. Məclisdir, 100 nəfər adam gəlib. 100 nəfər. Bu, böyük göstəricidir yox. Yəni, 100 nəfər adam gəlib və sən rahat dəvət edə bilirsən, heç kimdə problem etmir. Yəni, ölkədə belə bir şeyin olması bu əmin-amanlıqdır. Yəni, bu yaxşı bir haldır, yox. Şeyx dediyin adam ağıllı olsa, fürsətdən istifadə edib, 100 nəfər cəmaat adama, 100 nəfər məclisdə olan adama nədən danışarıq? Tövhid, din, əqidə, heç fürsətdir, belə yığmaq olmur, oturmaq olmur, çətindir bu saat. Yığılıb, sən şeyx deyib, gəliblər sən dərsivə. 100 nəfər adam, din öyrəd onlara, başa sal onlara, Allahı tanıtdır onlara, Peyğəmbəri tanıtdır, Şeyx Rabini Muhammed Həydin, yox, tərifləməklə qurtar bu adamların söhbətini. Yəni, bu adam maksimum danışanda, yəni bunlar hamısı, 7-10 dəqiqə danışırlar. 100 nəfər adama 7-10 dəqiqə, evdə dərsdən də çıxıb gedən deyir ki, dərsdəydim, əlhamdülillah, şeyxin dərsindəydim. Nə öyrəndin? Heç nə, yenə eşitdim ki, falan kişi qulaq asmaq olmaz. Yəni, bu həqiqətdir, yəni. Bu acı həqiqətdir, bu acınacaqlı bir haldır. Yox, axı, bu olur.